Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin qeydiyyatında 389 kəhriz var. Bu kəhrizlərin istismar vəziyyətinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq təmir bərpa və texniki xidmət işləri həyata keçirilir. Kənd kəhrizinin bərpa işləri ilə məşğuluq. Kənd kəhrizin ümumi uzunluğu 700 metrə, 17 quyu sayı var, baş quyusunun dərinliyi 15 metrə yaxındır. Kəhrizdə yağıntılar zamanı gəlmiş sellər quyulara ziyan vurmuş, kəhrizin kürələrində lillənmələr olmuşdu. Biz kəhrizi lillərdən təmizləyib, uçmuş soybəndləri yenidən bərpa edirik. Kəhrizdə litrə yaxın su əldə etmişik, saniyədə litrə yaxın su əldə etmişik və təmir bərpa işləri davam etməkdədir. Kəhrizdə 25-30 metrəyə yaxın kəhriz kürəsi təmizlənib, 3 ədəd quyu təmir olunub, təxminən 4 metrəyə yaxın yeni saybənd hörülüb bərpa olunmuşdur. Kəhrizlərin qorunması və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən təmir bərpa işləri təkcə su təminatının yaxşılaşdırılmasına deyil, həm də bu qədim suvarma sistemlərinin tarixi və mədəni irs nümunəsi kimi yaşadılmasına xidmət edir. Adilə Səfərova, Oruç Məmmədiyarov, NTV Xəbər.